Seyyid Əli Sistani'nin həyatında 10 illiklər. Birinci 10 illik. 1930-cu ildə Əli Sistani Xorasan torpağında İmam Rıza hərəmi günbəzi altında dünyaya göz açdı. O, İmam Zeynəl-Abidinin oğlu Hüseyn Əsxərin nəslindəndir. Həmçinin böyük filosof və Şərhül Qəbəsat əsərinin müəllifi Mir Məhəmməd Baqir damadın nəticəsidir. Mir damad Hillənin Əl-Kifil qəsəbəsində vəfat etmiş və nəvəsinin doğulmasından təxminən 300 il əvvəl Nəcəfdə dəfn olunmuşdur. Atası Seyyid Məhəmməd Baqir Əs-Sistaninin himayəsi altında 5 yaşında oxumağı, yazmağı və Qur'an-ı Kərimi əzbərləməyi öyrənməyə başladı. Həmin ildə İran şahı Rıza Şah Pəhləvi ölkə boyu hicabı qadağan etdi və dedi: "Bundan sonra Qərb bizə gülməyəcək." Təhlükəsizlik qüvvələri küçələrdə qadınların hicabını zorla çıxarırdı. Alimlər və xalq etiraz edərək Gövhərşad məscidində toplandılar. Şahın qüvvələri qapıları bağlayıb atəş açdı. Xorasanın əvvəllər şahid olmadığı dəhşətli qırğında təxminən 1600 şəhid verildi. İkinci 10 illik. 11 yaşında gənc Seyyid hövzə elmlərinin pillələrini qalxmağa başladı. Qısa müddətdə müqəddimə, sütuh və bəhs xaric mərhələlərində fərqləndi. Gəncliyinin ilk illərində Şeyx Mehdi İsfahaninin kəlam dərslərində iştirak etdi. Bəhs xaric dərslərini isə Şeyx Mehdi Aştiyani və Mirzə Haşim Qəzvinidən aldı. 18 yaşında elm susuzluğu onu quma apardı. Xanım Fatimə Məsumənin hərəmi yaxınlığında 2 il ərzində böyük fəqih Seyyid Məhəmməd Höccət Kuh Kəməri və böyük mərcə Seyyid Hüseyn Burucerdinin dərslərində iştirak etdi. Üçüncü 10 illik. Müqəddəs Kərbəla. Ərbəyin ziyarəti zamanı 21 yaşlı bəhs xaric tələbəsi ilk dəfə İraqa daxil oldu. 45 il sonra o şiyələrin ali mərcəyi olacaqdı. İmam Hüseyni ziyarət etdikdən sonra Nəcəfə, İmam Əlinin hərəmi yaxınlığına getdi. Orada dünyanın müxtəlif yerlərindən gələn tələbələrin qatıldığı dərin elmi mühit var idi. Hüveyş məhəlləsindəki Buxara məktəbində kiçik otaqda yaşayırdı. Nəcəfdə 2 böyük alimin, Əbulqasım Xoyi və Hüseyn Hillinin dərslərində aradığını tapdı və 10 il onların yanında qaldı. Həmçinin dövrün şiə rəhbəri Seyyid Möhsin Həkimin dərslərində iştirak etdi. Bu 10 illikdə İraqda monarxiya devrildi. Abdülkərim Qasim hakimiyyətə gəldi. Regionda siyasi çəkişmələr, xüsusilə Qasim ilə Gəmal Abdülnəssar arasında gərginlik yaşandı. Kommunizm yüksəlir, hövzə ilə ateist cərəyanlar arasında ideoloji mübarizə aparılırdı. Rəvayətə görə Seyyid 20'li yaşlarında Marksist nəzəriyyələr barədə onlarla kitab oxumuşdu. قرأ في تلك الفترة عشرات الكتب حول الفكر الماركسي. Dördüncü 10 illik. Elm uğurlarına zahidlik və nəfs tərbiyəsini əlavə etdi. Həyatı boyunca kiçik kirayə evlərdə yaşadı. Həyat yoldaşı böyük mərcə Mirzə Həsən Şirazinin nəvəsidir. Mirzə Şirazi məşhur tütün inqilabının lideri idi. Bir məktubunda Seyyid yazırdı ki, Müqəddəs Ərdəbili, Şeyx Mürtəza Ənsari və Şeyx Rıza Hamədani kimi alimlərin həyatını daim göz önündə saxlayıb və lüks həyatdan uzaq olmağın vacibliyinə inanıb. 31 yaşında ictihad məqamına çatdı və Ayətullah Seyyid Əli Əs-Sistani kimi tanındı. Bu dövrdə Abdüssəlam Arif Qasımı devirdi. Ardınca Basçılar Abdurrəhman Arifi devirdilər. 1967-ci ildə ərəblərlə İsrail arasında müharibəni və regiondakı siyasi prosesləri diqqətlə izləyirdi. Növbəti bölümü izləmək üçün kanala abunə olub videonu bəyənməyi unutmayın.